Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da 3-3 ilməkdən əmələ gələn bir naxışdır. İlməkləri 3-3 yığırıq, bir də artıq yığırıq da kənar üçün. Belə rezinka toxunmamışam. Əslində 2 sıra tərs toxumuşam aşağıdan. Bu elə belə rezinka kimi alınır. Bunun naxışı. Buradan toxumuşam. Rezinka kimi alınır. Belə elə bil ki, tumurcuqlar da belə tumurcuqlar alınır. İlməkdəki 2 tərs, bir düz ilməkdən əmələ gələn bir naxışdır. Sapındakı 100 qramlıq 350 metrəlik sapdır. Bunu da nəyə istəsəniz toxuya bilərsiniz. Papaqdır, jiletdir, jaketdir, uşaq ədyalına gedər naxışdır belə. Çox yaxşı naxışdır, qəşəng görünür toxuyandan sonra da. Bunun üçün indi belə bir sapımı götürürəm. Qısa formada yığacam. 3-3 ilməkdən əmələ gəldiyinə görə 12 ilmək yığacam. Bir də artıq. Bu ilməklər bəs eləyir yığmağa. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, bir ilmək də yığıram, 13 ilmək. İndi mən rezinka toxuyan deyiləm, elə buradan başlayacağım. Elə onun toxunuşu elə rezinka kimidir. Birinci kənar ilməyi tərs götürürəm. Sonra 2 tərs. Belə. Bir düz. Yenə 2 tərs. Bir düz. Yenə 2 tərs. Bir düz. Yenə 2 tərs. Bir də kənar ilmək. Onu da tərs toxudum. İndi tərs üzdən kənarı götürürəm. Toxumuram. Burada düzləri düz, tərsləri də tərs toxuyuram. Tərs üzdən 2 düz, 1 tərs olur. 2 düz, 1 tərs. Kənarda tərs toxudum. İndi yenə bir sırada tərsi tərs, düzü də düz toxuyuram. Düz üzdən 2 tərs, 1 düz alınır. İki tərs, kənarı da tərs toxudum. İndi tərs üzdən yenə tərsi tərs, düzü də düz toxuyuram. 2 sıra düz üzdən, 2 sıra da tərs üzdən toxuyuram. Düzləri düz, tərsləri də tərs. İndi bura düz üzüdür. Düz üzdən indi kənarı götürürəm, kənar ilməyi. 2 tərsi toxuyuram. Bu bir düz ilməkdən 5 ilmək çıxardıram. 1, 2, 3, 4, 5 ilmək. Yenə
Tərsləri toxudum. Bu düzü də toxuyuram. Bir düzü buraxıram arada. Yenə 2 tərs. Bu düzdən yenə 5 ilmək çıxardıram. 2, 3, 4, 5 ilmək. Kənardakı 2 tərsi də yenə toxudum. Kənar ilməyi də tərs toxuyuram. Tərs üzdən indi kənarı götürürəm. Bu 2 düzü toxudum. Bu 5 ilməyi, 5'ini də düz toxuyuram. Yanındakı 2 düz ilməyi də yenə düz toxudum. Burada bayaq toxuduğum tək ilməyi bu yüzden tərs toxuyuram. Yenə bu yanındakı ilməkləri, düzləri düz toxuyuram. Bu 5 ilmək yığmışdım. Elə bunları da düz toxuyuram. Kənardakı 2 ilməyi də düz toxudum. Kənar ilməyi tərs toxuyuram. Burada 1 ilməyi, burada 9 ilmək düz olur. İndi bu yüzden düz üzündən yenə bir sıra tərsləri tərs toxuyuram hamısını. 9 tərs. Dokuz ilmek tərs, bir düz. Yenə də 9 ilmek tərs. 2, 3, 4, 5, 6, 7, 8, 9 ilmek. Bu bir ilmek də kənar ilməkdir. Bu formada. İndi tərs üzdən yenə tərsləri tərs, düzləri düz. Kənarı götürdüm. Burada 9 düz ilmek olur. Bir tərs. Yenə 9 ilmek düz. Kenarı da ters götürdüm. Burada yine bir sıra düz yüzden, bir sıra da arka yüzden toxuyuruq. Sonra bu ilmeklerin sayını düzəldirəm. İndi bu yüzden bir sıra düz yüzden gittim. Yine de bir sırada ters yüzden. Burada ilmekleri sayırıq. Burada böyle bir boşluq var. Bu boşluğu üstündən 1, 2, 3, 4, 5 ilmek. Olandan sonra indi bunu buradan kənarı götürürəm, toxumuram. 2 tərsi toxuyuram. Birinci sırada necə toxumuşdumsa elə. 2 tərsi toxuyandan sonra burada 5 ilmek, bir ilmekdən 5 ilmek çıxarmışdıq. Burada. Bu 5 ilmeğin 5'inden 1 ilmek çıkardıram. Formada. Yine 2 ters. Yine bir düz. 2 ters. Formada. Burada da 1 ilmekten 5 ilmek çıkarmıştım. Bu 5 ilmeği 5'ini də belə yığırıq. 5 ilmekten 1 ilmek düz çıxardıram. Yanındaki 2 tərsi toxudum. Kənarı da tərs toxudum. İndi bunu toxuyandan sonra arxa tərəfdən yenə tərslər tərs, düzlər də düz. Yəni 2 düz, tərs üzdən 1 tərs.
Bu arka tarafı da toxuyandan sonra bu yüzden təzədən yenə 2 dəst, 1 düz, 2 dəst, 1 düz. 4 sıra 2 dəfə düz özdən, 2 sıra da arxa özdən toxuyuruq. Buradan tərsləri tərs, düzləri düz. Kənarı da yenə tərs toxudum. Arxa tərəfdən də yenə düzü düz, tərsi tərs. Bu yüzden bir sıra yenə toxuyuruq. Düzü düz, tərsi tərs. Bir sıra da arxa özdən toxuyuruq. Mən bu 2 sıranı da toxudum. İndi burada bu naxışların, bunların yerini dəyişirik. Ortaya savuruq. Buradakı düz ilmək vardı. Belə. Burada bunun ortadan kinə salırıq naxışı. Buradan 2 tərs, 1 düz, yenə 2 tərs. Bu ortadakı düz ilməkdən yenə 5 ilmək çıxardırıq. 1, 2, 3, 4, 5 ilmək. Yenə də 2 tərs, 1 düz, 2 tərs. Kənarı da tərs toxuyuruq. İndi tərs üzdən kənarı götürdüm yenə. Düzləri toxudum. Bir tərsi də toxuyuram. Bu 2 düz. Bu 5-dən elədiyimin hər tərəfində 2 düz var. Bu düzlərinə toxuyuruq. 2, hamısını düz toxuyuruq. Bu ortadakı 5 dənə ilməyi, 5-in də yenə düz toxuyuram. 2 düzü də yenə düz toxudum. Yenə 2, bir tərs, 2 düz. İndi düz üzdən yenə 2 sıra düz, bu üzdən toxuyuram, 2 sıra arxa üzdən. Tərsi tərs, düzü düz. İndi bu 4 sıranı da toxudum. İndi düz üzdən birinci kənarı götürürəm, 2 tərsi toxuyuram. Birinci sırada necə toxumuşdumsa, o formada. Bu bir tərsi toxudum. Yenə 2 tərsi toxuyuram. Burada ortada 5 ilmək, bir ilməkdən 5 ilmək çıxarmışdım. Bu 5'ini də yığıram elə. 4, bu da 5. Bu 5 ilməkdən 1 ilmək çıxardıram. Yenə sayıları düz olur. Əvvəlki halına gəlir də sayı düzəldirəm. Yenə 2 tərs, 1 düz, 2 tərs. Kənar ilməyi də tərs toxudum. Arxa tərəfdən yenə tərsi tərs, düzü də düz. 2 düz, 1 tərs. Yenə 2 düz, 1 tərs. Formada. İndi təzədən yenə buradan düzü düz, tərsi də tərs. Arxa tərəfdə 2 sıra bu üzdən, 2 sıra da arxa üzdən toxuyandan sonra yenə bu ilməklə üstünə salırıq naxışı. Biraz çox toxuyandan sonra bilinir. Mən bunu qısa formada toxudum. Əgər bəyəndinizsə, bəyən düyməsinə basmağı,
abunə olmağı da unutmayın. Gələn videomda görüşənə qədər. Sağ olun.